Binəqədi tərəfdə məhəllədən 2 dənə 3 dənə uşaq keçir. Mən görməmişəm, yəni o orada olub da belə bir söhbət bu yaxınlarda, yəni uşaqları tanıyıram. Öz qapılarının ağzında dayanıblar. Nəsə 3-4 dənə də belənçinə özünü tanımayan, nə bilim də, nəsə 3-4 nəfər belə keçir. Nəsə gicləyiblər də, ağızlarından söyüş zad çıxıb məhəllənin ortasında. Buna deyiblər ki, bunlara ki, ay qaqaş, siz harda qalırsınız? Neyini istiyor? Bu nədir? Məhəllə özü də həyət evləridir. Məhəllənin ortasından keçirsiniz, söyüşün biri 1 qəpikdən. Söhbət var, belə üzbəüz söhbət elədikləri yerdə o qaqaşlardan biri arxadan götür kubiklə vur bu uşağın burasından. Çənəsi sınıb. Uşağın başı partlayıb, gözünün üstündə çapıq qaş. Kubiklə arxadan gəl vur. Qaç. Oğlan, o çənəsiz adısından oğlan elə belə oğlan deyil. O Allah'ın da olsun, o əlləri ilə parçalayardı o 2 dənə uşağı. Prosta yəni belə bir şey eləyiblər də, başa düşdün? Arxadan vur kubiklə başının burasından, çənə zad sınıq, üz-göz partlaq, qaç. Bu da gənc nəsil. Çıxıb deyib ki, qaqaş, söyüş söymə də məhəllədə. Vurublar, qaçıblar. Mən də indi buradan otururam balkondan, aşağıda 4 dənə, 5 dənə evindəkiləri tanımayanlar gedir. Gecə də hardasansa pubdan çıxıblar, söyüş söyə gedirlər. Mən də balkondan eşidirəm də bunu. Mən düşsəm gecə saat 2-də aşağı, yəni %90 mənim üstümə bıçağı da çıxardacaqlar. Nə bilim də, bəlkə də basıb döyəcəklər də. Valla bəlkə də vurub öldürüb atacaqlar qırağa. Belə bir gənclik yetişir bugün. Ümumiyyətlə valideynlər övladlarını bilsin necə elə bir doğub töküblər çölə. O nə bilim biraz bir soruşun uşağınız hardadır, nə bilim ata sənin oğlun gecə saat 2-də, 1-də özdə baxırsan ki, deyəsən ki 20 yaşı zadı var. Tamam da bu uşağa yəni rahat çıxar, girər, gələr. Yəni mən də saat 2-də, 3-də gəlmişəm evə. O 16-17 yaşları var, məktəb uşaqlarıdır bunlar. Bu baxanda da bilinir də uşaqdılar. Nə bilmirsən, bu gənclik hara gedir, necə olur? Vallahi heç nə başa düşmək olmur.